Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. 16 may 2025-ci il artıq Alanya Mahmudlardayıq, gəlmişik və bugündən etibarən işə başlayırıq. Bura bizim Alanya Star əmlak və danışmanlıq ofisimizdir. Baxın, burada yuxarıda yazılan xidmətlərin hamısını biz görürük, yəni bu xidmətləri veririk. Zaman zaman buradan videolar çəkirik, paylaşırıq. Nihat abi ilə videolarımız olur, baxanlar bilir. Burada bizim ofisdir, hal-hazırda cumartesidir, 6-cı gün, rus dilində subota, ona görə artıq ofis bağlıdır. 6-cı günlər yarı gün çalışırıq. Və mən bugün mayın 16-sı, havanın temperaturu 25-26 dərəcə, istəyirəm qarşıya gedim, orada bazardır və oradan da ənənəvi olaraq Mahmudlar sahilə çıxaq, baxaq insanlar nə edir, çünki hər yerdə çoxlu turistlər var. Bu arada qonşu ofisəyə də baxaq, Mozaik Havuz, İlyas abi buradadır. İlyas abi ilə də bizim geniş videomuz var. Buranı da nəyə görə göstərirəm, hal-hazırda sezon açılıb, havuzlarımızda baxıma və s. Havuzla bağlı, hovuzla bağlı nəyə ehtiyac olarsa bura müraciət edə bilərsiniz. İlyas abi merhaba, nasılsın? Merhaba Arzu abi, sen nasılsın, iyi misin? Sağ ol, iyiyim, kolay gelsin. Video yapıyordum, dedim bir sizi de göstereyim ki açıldınız. İyi sezonlar, hayırlı olsun. Hoş geldiniz abi, sağ olasın. Hoş bulduk. Havuzla ilgili ne varsa dedim İlyas abiye yaklaşsınlar. Eyvallah abi, sağ olasın. Kısa bakma konuşuyordum. Bakın aziz dostlar, buranı da göstereyim. Klimadan anlar mısın? Bakın, bak burada. Klimacı var mı? Ne lazımdırsa havuzla bağlı. Eğer Alanya'da villanız filan varsa veya yaşadığınız komplekste havuzda problem varsa bura müraciət edə bilərsiniz. İndi isə bu yolla gedirik və çıxacağıq bazara. Bazarın içindən keçib sahilə tərəf gedərik inşallah. Bir də bizim ofisin yerini buradan görsədim. Baxın, ora Akdeniz Park alış-veriş mərkəzinin üzbəüz duranda solu, Akdeniz Parkla eyni məsafədə duranda sağında düşür. Yolu keçirsiniz və bura gəlirsiniz. Burada da çoxlu əsnaflar var. Baxın, burada boru, su təchizatı, isitmə sistemləri filan. Sonra burada abi merhaba, nasılsınız? Burada hər cürə sənət əl işləri, rəsmlər filan, çərçivələr lazım olsa müraciət edə bilərsiniz. Ora telefon aksesuarları mağazasıdır. Bura dərzidir. Abi merhaba, nasılsınız? Alanya'nın en yaxşı dərziləri buradadır. Gələ bilərsiniz, müraciət edə bilərsiniz. Çox uyğun qiymətə sizi xidmət göstərəcəklər. Bəli əziz dostlar, burada Lətif abi çalışır. Uzun illərin dərzisidir. Bütün Azerbaycanlı arkadaşlarımızı bekliyoruz, terzi. Lətif abi kolay gəlsin, çox təşəkkürlər. Burada oğludur, ailəsi ilə bərabər çalışırlar. Mütləq nəsə lazım olsa bura gəlin. Qiymətlər çox gözəldir. Ən iyi dərzi buradadır. Sağ olun, var olun, görüşürüz. Sağ olun. Belə əziz dostlar, davam eləyirik. Davam eləyirik burada. Deməli, burada da qəssabdır, çoban ət. Çox yaxşı ətlər var burada, həmişə sıra olur. Və orada da Yörükoğlu kasabdır. 2 dənə ən populyar ət yeridir, hansı ki gələ bilərsiniz, əmin şəkildə buradan ət ala bilərsiniz. Çox yaxşı keyfiyyətli ət var burada. Və gəldik, çıxdıq hara? Qarib restoranının önünə. Alanya'nın, Mahmudların ən əski restoranıdır Qarib restoran. Həmişə Avropalılar çox sevir. Əsasən də bazar olan günü restoran dolu olur. Və bu da bazarın bir girişi. Qarşıda saat kulesidir. İndi bazarın içi ilə gedək, baxaq. İnsanlar soruşurlar ki, bazarda qiymətlər necədir? Türkiyədə qiymətlər yüksəlib inflyasiyadan sonra. Ümumi belə baxaq. Göstərim sizə, baxın. Bəlkə maraqlı olar. Burada pendir, zeytun, yumurta. Bu tərəfdə də baxın, qiymətlər çoxsu üstünə yazılıb. İndi içəri keçdikcə göstərəcəm sizə.
Burada Akdeniz Park alış-veriş mərkəzidir. Hər 6-cı gün cumartesi burada bazar olur. Başqa vaxtlar bura parkovka olaraq, parking olaraq istifadə olunur. Baxın, avokadolar 60 TL, 100 TL, banan, muz 80 TL qiymətlərdir. Qarpızdır burada, qiymətini görmədim. Gilas da 200 TL, 300 TL. Baxın, şaftali 100 TL. Alça 100 TL. Göyərtilər 20 TL və s. Baxın, nə qədər adam var. Artıq maydır, turistlər gəlib, sezon açılıb, otellər açılıb. İnsanlar evlərinə gəlirlər, yaşayırlar burada, istirahət edirlər, alış-veriş edirlər. Hava istidir, dənizə getmək mümkündür. 25-27 dərəcə istilikdir. Nə deyim, yəni hər şey çox gözəldir. Mən də hardasa 18 gün Bakıda qaldım. Əslində Alanya üçün çox darıxırdım. Bəzi işlərimizi gördük və gəldik Alanyaya və hal-hazırda işimizin başındayıq. Əmlak və danışmanlıq olaraq insanlara xidmət veririk. Merhaba abi, nasılsın? Burada balaca yer olduğuna görə hamı bir-birini tanıyır. Hara gedirsən, salamlaşırsan. Burada da almalardır 80 TL, 100 TL, 60 TL. Portakal 40 TL. Pomidor 25. Burada 100. Fərqli qiymətlər var. Fərqli məhsullar var. Adam çoxdur da oradan da. Əksəriyyət də yabancılar, turistlər. Kartoşka 30 TL, kartof, soğan 30 TL, 20 TL kartoşka, qarpız 60 TL, yemiş 120 TL. Burada da təzə nar şirəsi sıxıb verirlər. Baxın, burada da müxtəlif meyvə şirələri təqdim olunur. Bizdə orada qarşı tərəfdə isə əşya bazarıdır, pal-paltar filan da satılır. Yəni bazarın bir qismi meyvə tərəvəz, bir qismi pal-paltar əşya bazarı. Burada zeytunlar da var, yumurtalar, kənd yumurtası, kələm 40 TL, biber 50 TL, badımcan 30 TL. Ümumi qiymətləri göstərirəm. Özünüz konvertasiya edib baxa bilərsiniz. Azərbaycanla müqayisə edə bilərsiniz və digər ölkələrin. Bazarda ümumiyyətlə alış-veriş eləmək çox maraqlıdır. Stres atırsan, danışırsan, dost tanışı görürsən. Bu özü də istirahətin bir növü sayılır turistlər tərəfindən. Çiyələ idi 130. Sarımsaq 300 TL. Faydalı bitki. Abla 1,5 kilo kayısı 100 liraya. Kayısı 1,5 kilo kayısı 100 liraya. 80, 1,5'a 100 TL. Kuruz qarğıdalı 200 TL. 5 dənəsi 200 TL. Yaxşıdır, normaldır, qiymətlər yaxşıdır. Düzdür, əvvəlkilərlə müqayisədə qiymətlər Türkiyədə qalxıb, amma dünya ilə müqayisədə əlbəttə çox yaxşıdır. Və buradan artıq çıxıram və sahilə gedəcəm. Baxaq sahildə nə var, nə yox. İnsanlar çox güman artıq istirahət edirlər, çimirlər, günəş şüası qəbul edirlər. Və bazarın Barbaros küçəsi tərəfində olan girişindən çıxıram. Qarşıda Saat Kulesidir. Gedirik Saat Kulesinə və bu da bizim bələdiyyə. Bu arada mən Bakıda olanda yeni bir xəbər oxudum ki, Alanya Mahmudlarda nüfuz idarəsi açılacaq. Bu da çox gözəl bir yenilik xəbərdir. Nüfuz idarəsi Alanya mərkəzdə yerləşir. Bir çox məsələlər üçün biz məcbur olub gedirik Alanya mərkəzə
nüfuza müraciət edirik. Əgər Mahmudlarda belə yer açılarsa, bu doğrudan da çox gözəl bir xəbərdir. Və yolu keçirik, gedirik sahilə tərəf əziz dostlar. Artıq 10 dəqiqədir videom davam eləyir. İnşallah baxaq sahildə bizi nə gözləyir. Artıq hər yerdə yay ab-havasıdır. Hamı qol açıqda, şortikdə, rahat yay geyimlərində. Deyəsən bir dənə mənəm qollu geyinmişəm. Çünki Bakıdan gəldim. Orada belə geyinirdik. İnşallah. Burada ilk günümdür deyə bilərəm. Dünən gecə uçuşu olduğuna görə yorğun idim. Dünən yatmışdım bütün günü. Bugün Mahmudlarda ilk günümüzdür. Burada bizim Qadın Danışma Mərkəzi və Əməkçilər Kahvesidir. Baxın, yaşlı insanlar oturub qəşəng söhbət edirlər, darıxmırlar, istirahət edirlər. Qəşəng şezlongların altında. Qarşıda da park. Bu mənim ənənəvi videomdur. Hər ay olmasa da ayda bir dəfə, iki dəfə bu yolu gedib video çəkirəm, göstərirdim. Çünki bilirəm Mahmudları sevənlər çoxdur, darıxanlar çoxdur. Bu videoları özləyirlər, səbirsizliklə baxırlar. Bu da bizim Alanya Spor Store. Alanya Spor'un mağazası. Yaşıllığa baxın əziz dostlar. Yamyaşıl bir park, gözəl ağaçlar və ortada da uşaqların üçün istirahət yeri. Bu nə gözəl, faydalı bir yerdir. Dənizin havası, yaşıllığın oksigen hava, yəni bol oksigen olması, dağ havası. Yəni burada olan hava dünyanın az yerində tapılar. Bunu rahat deyə bilərəm. Alanya Belediyesi Demokrasi Parkı gedir buranın adı, hal-hazırki adı. Çox yaşıl, gözəl bir parkdır. Və artıq dəniz görsənir. Yolu keçirik dəniz tərəfə. Baxın, dənizdən gələn insanlar yolu keçdilər hamısı. Burada da belə bir plakat var, bunu da göstərim. Haydi Alanya evladına sahib çık, qurban sadakalarınızı DMD kasastası Taha Miraca umud olsun. Burada da İBAN nömrəsi yazıb. Bəlkə kimsə kömək eləmək istəsə buyursun. Mənim də bir faydam olar bəlkə. Bəli əziz dostlar, baxın yaşıllığa, gözəlliyə baxın. Bura Alanyadır, Mahmudlardır. Mən çox xoşbəxtəm ki, Allaha milyon dəfə şükür olsun ki, belə bir gözəl yerdə yaşamağa qismət eləyib. Dəniz, dağ, meşə, yaşıllıq arzusunda olan hər kəsə Allah qismət eləsin. Ev, villa, torpaq almaq istəsəniz əlaqə saxlayın, mən sizə kömək eləyərəm. Bütün videoların altında nömrəm var. Burada bizim Mahmudlar tam mərkəz, sahil, palma ağaçları, velosiped yolu, gözəl 67 nömrəli çimərliyə gəldik hər zaman kimi. Orada qəşəng oturub dənizə baxa bilərsiniz. Arxada gözəl dağları görürük. Toros dağları və dənizdəki son vəziyyət. Gəldik dənizə. Bəli, dəniz bugün çox dalğalıdır. Amma günəş boldur. Gözəl istirahət edə bilərsiniz. Sabah da bazar günüdür. Burada 67 nömrəli çimərliyin ərazisi baxın doludur. İnsanlar istirahət edir. Yuxarıda restoran hissəsi. Qarşıda Grand Santana otelin pirsidir. Baxın, orada doludur. Oteldə adam çoxdur. Qısa videolar da çəkirəm. Instagram, Facebook, TikTokda paylaşıram. Uzun videoları da həmçinin. Dəniz çox gözəldir. Dənizin gözəlliyi insanı valeh eləyir. Alanya qalasıdır qarşıda. Belə hörmətli dostlar, artıq Alanyadayam. Videolarım Alanyadan gələcək. Sezon başlayır. Maraqlı videolar olacaq. Evlər, villalar, restoranlar, kafelər, çimərliklər, hər şeyi göstərməyə çalışıram. Burada həyat necədir, necə yaşayırıq, hara gedirik, nə edirik sizə təqdim edəcəm.
Bununla da videomu yekunlaşdırıram. İnşallah gələn videolarda görüşənədək sağ olun, var olun.